Değerli izleyiciler, dünən biz 2 pasiyentə əməliyyat etdik və bugün əməliyyatdan sonra həmin pasiyentləri evə yola salırıq. Göstərir ki, hər bir pasiyent özünün o xəstəlik tarixçəsi deyildi, o haqda bir məlumat versin. Birinci sizdən başda müəllimə, sizdə nə şikayətlər var idi, nə məlumat var? 10 il idi bu xəstəliklə mübarizə aparırdım. Yəni təzyiqim yüksək olurdu. Yəni əsmələr, titrəmələr, əsəb, stres çox keçirdirdim. Boğulma, sıxılma əlamətləri? Bəli, var idi məndə. Şükür Allaha, dünən əməliyyat olundum. Əməliyyatım çox gözəl şəkildə keçdi. Doktora təşəkkürümü bildirirəm. Allah ona can sağlığı versin, hər şey gözəl keçdi. Bugün də evə getdiniz? Bəli, bugün də evə getdim. Şəfa versin. Siz hansı rayondan gəlmişdiniz? Lənkəran rayonu. Lənkəran rayonu olsun. Növbəti pasiyentimiz çox maraqlı patologiyası olan bir xəstədir. Onu bu videodan sonra da paylaşacağım əməliyyat videosunu. Siz Gəncədən gəlmişsiniz. Sizdə nə narahatçılar var idi? Narahatçılıqda 87-ci ildə. Bacı götürmüşəm, sonra müdahale edildi. Dərmanlar qəbul edildi. Dərmanlar qəbul edilmədim. Boğurdu məni, çox əsəb verirdi. Sizdə çox böyük şəhərlər Hə, bəli. İzləyicilərlə görərsiniz, çox böyük. 3 dənə böyük. Hər iki tərəfdə 6-5 santı. Birdən boyun Sizdə nəfəs borusunun üstündəydi ya? Orada sala bilmirdim. Tez yorulurdu, məsələşirdi. İndi necə üzülürsünüz? Yani sizin sayenizde. Sizin sayenizde. Karşı gibi bir doktorlarımız var. Çünkü ameliyat edilmesi değil, mütehassısa mucize edilmesi. Biri var, ünlü çağıran, biri var. Ben şahsen, doktorumuzu mütehassıs gibi yöneldim ve neticemde yaxşı gördüm. Allah kömək olsun, çökmüş olsun hər kimsə, biz də xəstələnməyin. Sağ ol, salamat, sağ ol. Hal-hazırda bir qalxanvari vəz problemi olan, uzun müddətli bu xəstəliklə əziyyət çəkən bir pasiyentdə əməliyyat etdik. Yəni, gördüyünüz məhz bu qalxanvari vəzdir, döyüş faravektoru tanıdır. Hansı ki, yəni çıxarılan material bizim əməliyyat zamanı istifadə etmiş ən böyük alət olan bu faravektor ondan böyükdür, yəni o həcmdədir daha doğrusu. Qalxanvari vəzin sol payıdır, boyun hissədir, ismusdur, bu da sağ payıdır. Yəni buradan nə mesaj vermək istərdik xəstələrimizə? Əgər sizdə də hər hansı bir qalxana bənzər vəzi problemi varsa, yəni əgər bu sizi narahat edirsə, boğursa, sıxılma əlamətləri varsa, o zaman vaxtında həkimə müraciət edin. Yəni bu vəziyyətdə çatdırmayın. Çünki əməliyyat da bizim üçün çətin olur. Düzdür, əməliyyat istifadə edirik səs cihazından, neuromonitorla çəkin. Yəni bu cihaz vasitəsilə bu həcmdə olan düyünü rahat bir şəkildə təhlükəsiz şəraitdə çıxarda bilir. Allah xəstəmizə də şəfa versin, çox sağ olun. Evet.